Ya da soyun da bunu bir dəfəlik, qurban olum, açdı bağladı da bunu bir dəfəlik soyun görək də nəhayət ki. Cərə olun, cəhənnəm olun, necə istəyirsiniz? İstəyirsiniz lütlənin çıxın ora. Onsuz da biz lütlənənləri alqışlamaqdan ötürü ürəyimiz gedir də. Günah nəfəsli deyil ki. Günah onu orada oturub, ağzını da ayırıb alqışlayanlar var ha. Biri gəlib qulağına pıçıldamır ki, rəhmət deyin qızı. Arkadakiların ruhunu incidirsən. Şəhid şəkillərin qarşısına tullanıb düşmək olmaz. Problem cəmiyyət olaraq özümüzdədir. Nəfəsi niyə günahlandırırıq ki? O qədər adam nəfəsi əlçə başa düşdüm də, təşkilatçı qanmadı da, o qədərini anlamadı təşkilatçı ki, burada vətənpərvər ruhda mahnı oxu da. Gah buranı açır, gah oranı açır. Orada olan insanlardan heç kim diqqət eləmədi ki, arkada bizim bir neçə şəhidimizin şəkli təqdim olunur. Ya da ki, görürsünüz, kimsə qaç mənə qaç, uç mənə uç, tullana düşə nələrsə deyirsə, heç olmasa o fonu verməyin də, arxa fonu. Nəfəs fərqində deyilmi arxa fonda göstərilən şəhid şəkillərinin? Şəhid şəkillərinin qarşısında göbək oynatmaq, sinə oynatmaq, nə bilim, belə üzr istəyirəm, amma burcuda oynamağı nə zaman dəb kimi gətirmişik biz? Balın tərkibinə 100% cavab deyəm. Balın təbirliyinin birinci sübutu gətir yaxından çəkkinə. Balın tərkibində olan gördüyünüz kimi növbə-növ olan çiçək tozudur. Bir balın tərkibinə güləm, çiçək tozu yerləşdirmək qeyri-mümkündür. Baxın, gördüyünüz kimi. Yəni bu bal tam təbii baldır. Kim istəsə əgər bizim bu ballardan Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuzdur. Və mən arıçı vidadi olaraq sizə həmişə hər zaman nəyi zəmanət eləyib deyirəm. Əgər məndən alınan balın tərkibində qatqı çıxarsa, mən onun pulunu 2 qat geri verəcəyəm. Gördüyünüz kimi artıq arılar balın möhürünü vurublar. Yəni artıq plumlayıblar. Kim istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlasın.